Prado'dan daha yaxşı olan maşın. Yəni artıq mənə gəlir ki, razılaşırsınız. Çünki birinci videonu çəkdim, orada biraz top ateşinə tutdular məni ki, ay nə bilim, o yan bu yan. İkinci videonu çəkəndən sonra biraz fikirləşdiniz, bəziləri fikirləşdi, hamı yox. Üçüncü videonu çəkirəm, artıq mən düşünürəm ki, ikinci videodakı olan kommentlərdən sonra oradan nəticə çıxartdım, gördüm yox, balans var, 50-50-yə. Mən əlbəttə ki, bu maşını, yəni bütün Pradolarla müqayisə eləmirdim. Bu 2008-2012 aralığında olan bu 2.7 motorla deyirdim ki, elə onu almaqdansa əlbəttə ki, bu tank alın. Yəni onun qiyməti ara, bunun qiyməti ara, funksiyonallıq 2008-2012 və 2019-cu ilin maşını özə 6500 manat ilkin ödənişlə. 6500 manat ilkin ödənişlə sən bu boyda maşını alırsan. Amma sən o Pradonu ala bilmirsən. İllərlə oturursan, görürsən ki, bəlkə bunun qiyməti düşər. Nə bilim 35 mindir, hələ də 40 mindir. Niyə? Mən ümumiyyətlə sual verirəm ki, 2.7 motor Pradonun qiyməti bugün 2026-cı ildə niyə 35 min manat olsun ki?